9 aprel 2004-cü il. Kentucky ştatı, Mount Washington şəhəri. Saatın əqrəbləri 13:00 göstərirdi. 18 yaşlı Louisa Ogborun 4 ay idi ki, McDonald's restoranında işləyirdi. Həmin gün o səhər növbəsində idi və işlərini bitirib evə getməyə hazırlaşırdı. İşçilərdən biri xəstələndiyi üçün gəlməmişdi və müdirin köməkçisi 51 yaşlı Donna Summers Louisa'dan həmin işçini əvəz etməyə xahiş edir. Louisa heç bir tərəddüd etmədən razılaşır. Nahar etməsi üçün ona 20 dəqiqəlik fasilə verirlər. Louisa yemək yedikdən sonra işinə davam edir. Axşam təxminən saat 5-də Donna işçilərdən biri ilə Louisa'ya xəbər göndərir ki, çantasını götürüb onun otağına gəlsin. Louisa restoranın birinci mərtəbəsində yerləşən kabinetə daxil olur. Otaq çox kiçik idi və pəncərəsi yox idi. Donna kimləsə telefonla danışır və hərdən Louisa'ya baxırdı. Qadının üzündə narazı bir ifadə var idi. Donna Scott adlı polis zabiti ilə danışırdı. Scott bildirir ki, hal-hazırda polis idarəsinə bir qadın gəlib və iddia edir ki, McDonald's-ın işçilərindən biri onun çantasından pul uğrayıb. Müştəri etdiyi sifarişi ona təqdim edən qızdan şübhələnirdi. Qadın həmin qızın xarici görünüşünü təsvir edir. Bu təsvirə işçilərdən yalnız Louisa uyğun gəlirdi. Polis zabiti Scott deyir ki, o artıq McDonald's-ın baş ofisinə məlumat verib və rəhbərlik baş verənlərin qalmaqala səbəb ola biləcəyindən, restoranın imicinin zərər görəcəyindən çox qorxur. Bu səbəbdən baş menecer Scottdan xahiş edib ki, hadisə yerinə gəlməsin. Telefonla lazımi göstərişləri Donna'ya bildirsin. Donna da Scottun əvəzinə Louisa'nın çantasını yoxlasın. Oğurlanmış pul sahibinə qaytarılsın. Beləliklə də məsələ səssiz-səmirsiz həll olunsun. Louisa məsələnin nə yerdə olduğunu öyrənəndə ağlamağa başlayır. O andaman edir ki, oğurluq etməyib. Polis zabiti Scott Donna'ya tapşırır ki, əvvəl Louisa'nın telefonunu götürsün, sonra isə ciblərini və çantasını axtarsın. Donna elə də edir, amma heç nə tapa bilmir. Scott deyir ki, ola bilsin Louisa pulları başqa yerdə gizlədib. O göstəriş verir ki, qızı tamamilə soyundursun. Paltarları isə bir paketin içinə qoyub öz maşınına aparsın. Scott deyir ki, ekspertlər sonra həmin geyimləri yoxlayacaq. Donna Scott'un dediyi kimi də edir. O öz assistentini köməyə çağırır. İki qadın 18 yaşlı gənc qızı soyundurmağa başlayır. Onlar yağ və sousa bulaşmış çirkli önlüyü Louisa'ya verirlər ki, çılpaq bədənini örtə bilsin. Polisin restorana zəngindən artıq 1 saat keçmişdi. Donna öz işinin başına qayıtmalı idi. O Scott'dan xahiş edir ki, vəzifəsini yerinə yetirmək üçün ona bir müddətliyinə icazə versin. Scott razılaşır, amma dəstəyi asmır. Telefon xəttində Donna'nı gözləyir. Donna Louisa'nın geyimlərini, eləcə də şəxsi əşyalarını götürür. Sonra otağın qapısını bağlayıb assistenti ilə birlikdə yuxarı, əsas zala qalxır və işləri ilə məşğul olmağa davam edir. Əynində yalnız önlük olan Louisa otaqda tək qalır. Həftənin cümə günü idi. Restoranda müştərilər çox idi. Onlar yemək yeyir, söhbət edir, deyib gülürdülər. Həmin an kiçik və soyuq otaqda əsir götürülmüş Louisa, çılpaq vəziyyətdə stulda oturub çarəsizcə ağlayırdı. Donna yenidən telefonun dəstəyini götürüb Scottla danışmağa davam edir. Scott qadının onu bu qədər gözlətməsindən narahat olmuşdu. Donna deyir ki, müştərilərin sayı getdikcə artır. Bu səbəbdən işini buraxıb daim Louisa'nın yanında qala bilməz. Scott təklif edir ki, Donna işçilərdən birini öz yerinə Louisa'nın yanına qoysun. Qadın razılaşır. O aşpazlardan birini, 27 yaşlı Jason'ı seçir. Donna Jason'a deyir ki, Louisa müştərinin pulunu uğurlayıb və ona tapşırır ki, qıza nəzarət etsin. O Jason'ı öz otağına aparır. Louisa'nı çılpaq vəziyyətdə görən Jason şoka düşür. Donna telefonun dəstəyini oğlana verir. Özü isə tələsik otaqdan çıxıb işlərinin dalınca gedir. Scott Jason'a deyir ki, qızın üstündəki önlüyü götürsün. Jason qətiyyətlə bunu etməyəcəyini deyir və otaqdan çıxır. O telefonun dəstəyini Donna'ya verir və işinin başına qayıdır. İndi Donna onu əvəz edəcək başqa birini tapmalı idi. Bu isə asan deyildi. Restoranın bütün işçiləri məşğul idilər. Belə olan halda Scott belə bir təklif irəli sürür. O Donna'ya deyir ki, Louisa'ya nəzarət etməsi üçün etibar etdiyi, amma McDonald's-da işləməyən bir tanışını dəvət etsin. Bir qədər düşündükdən sonra qadın nişanlısına, 42 yaşlı Walter'ə zəng edir və məsələni ona başa salır. Walter Louisa'ya nəzarət etməyə razılıq verir.
O uşaq beyzbol komandasının məşqçisi idi və 2 övladı vardı. Hamı Walteri uşaqlara nümunə ola biləcək yaxşı bir insan kimi tanıyırdı. Amma növbəti 2 saat ərzində bu nümunəvi vətəndaşın edəcəyi hərəkətlər əslində onun nə qədər qəddar və iyrənc bir məxluq olduğunu göstərəcək. Hörmətli izləyicilər, kanalıma abunə olmaqla və zınqrov işarəsinə basmaqla yeni yüklənən videolardan anında xəbərdar ola bilərsiniz. Walter axşam saat 6-da restorana gəlir. Donna telefonu Walterə verir. Özü isə yuxarı qalxır. Scott Walterə deyir ki, Louisa təkcə oğru deyil, o həm də uyuşturucu maddələrin satışı ilə məşğuldur və bu səbəbdən polislər hal-hazırda onun evində axtarış aparırlar. Scott Walterdən istintaq işində polislərə kömək etməsini xahiş edir. O göstəriş verir ki, önlüyü qızın üstündən götürsün. Walter heç bir tərəddüd etmədən önlüyü Louisa'nın əynindən dartıb çıxarır. Sonra Scott deyir ki, ola bilsin qız pulları intim yerlərində gizlədib. O, Walterə tapşırır ki, qızdan növbəti hərəkətləri, qalxıb durmağı, tullanmağı, yerində qaçmağı tələb etsin. Daha sonra Scott əmr edir ki, Walter əlləri ilə qızın bədəninə və intim yerlərinə baxsın. Walter məmnuniyyətlə polisin bu göstərişini də yerinə yetirir. Amma yenə də pul tapılmır. 1 saatdan artıq müddət ərzində güclü psixoloji təzyiyə məruz qalmış Louisa ondan tələb edilənlərə dinməz-söyləməz tabi olur, müqavimət göstərmirdi. Bu dəfə Scott əmr edir ki, Louisa Walterin dizlərinin üstündə oturub onu öpsün. Beləliklə, Walter əmin olsun ki, qız ağzında heç nə gizlətməyib. Bütün bu baş verənlər Walterin xoşuna gəlirdi. Louisa kişini öpməkdən imtina edir. Belə olan halda Scott Louisa'nı telefona çağırır və ona hədə-qorxu gəlir. Bütün bu müddət ərzində Donna işi ilə əlaqədar olaraq bir neçə dəfə otağa girib çıxır. Gənc qızın önlüksüz, çılpaq halda onun nişanlısının qarşısında dayanması Donna'nı narahat etmirdi. Louisa ağlayaraq qadına yalvarır ki, onu buraxsın. Lakin Donna qıza əhəmiyyət vermir, öz işi ilə məşğul olurdu. Sonra Scott Walterə əmr edir ki, qızı fiziki olaraq cəzalandırsın. Bəlkə bundan sonra Louisa pulları harda gizlətdiyini etiraf etdi. Walter düz 10 dəqiqə ərzində qızı şillələyir. Louisa Walterə yalvarır ki, onu vurmasın. Amma bu yalvarışlar Walteri daha da hiddətləndirir, daha da sərt vurmağa sövq edirdi. Artıq 2 saat yarım idi ki, Louisa çılpaq vəziyyətdə Donna'nın otağına həbs edilmişdi. Scottdan növbəti göstəriş gəlir. O qıza əmr edir ki, Walterlə oral sekslə məşğul olsun. Louisa etiraz eləyir. Belə olan halda Walter qıza deyir ki, əgər bunu etməsə onu yenidən döyəcək. Louisa'nın ondan tələb olunanı etməkdən başqa çarəsi qalmır. Sonra Walter qıza tapşırır ki, bunu heç kimə deməsin və tez tələsik restorandan gedir. Walterin qəfildən getməsi Donna'ya qəribə gəlir. Artıq 3 saatdan çox vaxt keçmişdi. Hava qaralmışdı. Scott telefonla göstəriş verməkdə davam edir, Donna isə onları yerinə yetirirdi. Scott Louisa'ya nəzarət etməsi üçün daha birini çağırmağı tələb edir. Donna bu dəfə 58 yaşlı Thomas'ı Louisa'nın yanına aparır. Thomas da McDonald's'da işləyirdi, amma həmin gün onun növbəsi deyildi. O restorana kofe içmək üçün gəlmişdi. Thomas Louisa'nı çılpaq vəziyyətdə görəndə heyrətə gəlir. Donna telefonun dəstəyini Thomas'a ötürür. Scott ona deyir ki, önlüyü qızın əynindən çıxarsın. Bunu eşidən Thomas dərhal otağı tərk edir. O Donna'ya deyir ki, bu işdə nəysə var. Belə bir şey ola bilməz. Polis gənc qızı lüt soyundurmağı tələb edə bilməz. Thomas'ın dedikləri Donna'nı şübhəyə salır. O başqa telefondan baş menecerə zəng edir və polis zabiti Scott'un ona zəng edib etmədiyini soruşur. Menecer deyir ki, polis idarəsindən heç kim ona zəng etməyib və restoranda oğurluğun olmasından xəbərsizdir. Həmin an Donna dəhşətli reallıqla üzləşir. O, bütün bu baş verənlərin yalan olduğunu anlayır. Donna əlləri əsə-əsə telefonun dəstəyini götürür. Əlaqə kəsilmişdi. Özünü polis kimi təqdim edən şəxs dəstəyə asmışdı. Donna polisə zəng edir. Artıq 5 dəqiqədən sonra polislər restorana gəlirlər. Məlum olur ki, onların idarəsində Scott adlı polis zabiti işləmir. Polislər müşahidə kamerasının qeydə aldığı görüntülərə baxırlar. Orada Walter'in Louisa'nı döyməsi, sekslə məşğul olmağa vadar etməsi öz əksini tapmışdı.
Gördüklərindən dəhşətə gələn Donna Luizadan üzr istəyir. Polislər Walteri həbs edirlər. Polis adı altında restorana zəng edən şəxs kim idi? Bəlkə bu McDonald's-da çalışan və rəhbərlikdən narazı olan işçi idi. Ya da ola bilsin bu Luiza ilə şəxsi ədavəti olan biri idi və bu yolla ondan qisas almışdı. Əslində isə məsələ daha ciddi idi. Ertəsi günü internetdə axtarış aparan detektivi öyrənir ki, Amerikada buna bənzər hadisələr əvvəllər də baş verib. Özü də dəfələrlə. Məlum olur ki, 92-ci ildən 2004-cü ilə qədər olan 12 il ərzində naməlum şəxs və ya şəxslər polis adı altında restoranlara zəng ediblər. Onlar işçiləri öz kolleqalarına qarşı əxlaqsız, alçaldıcı hərəkətlər etməyə məcbur ediblər. Bu cür insidentlər Amerikanın düz 32 ştatında qeydə alınmışdı. Taktika həmişə eyni idi. Zəng edən şəxs özünü polis kimi təqdim edir, oğruq hadisəsinin olduğunu deyir, şübhəlinin xarici görünüşünü ümumi şəkildə təsvir edirdi və hər dəfə kollektivdə bu təsvirə uyğun gələn kimsə tapılırdı. 2004-cü ildə 17 McDonald's restoranında buna bənzər hadisə baş vermişdi. Qurbanlardan 4-ü McDonald's restoranlar şəbəkəsini məhkəməyə vermişdi. Bu cür hallar restoranın imicinə mənfi təsir göstərirdi. Saxta zənglərin sayının artdığını görən rəhbərlik öz işçilərinə ehtiyatlı olmağı tapşırır. Amma bu barədə yalnız McDonald's-ın baş menecerlərinə deyilir. Regional menecerlər, eləcə də sıravi işçilər məsələdən xəbərsizdilər. Bu da zəng edən şəxsə düz 12 il ərzində öz çirkin əməlini davam etdirməyə şərait yaratmışdı. Bu cür hallardan xəbərsiz olan işçilər zəng edənin həqiqətən də polis olduğuna inanır, onun göstərişlərini yerinə yetirirdilər. Qəribəsi bu idi ki, 12 il ərzində polislər bu məsələni araşdırmamış, zəng edənin kim olduğunu müəyyən etməmişdilər. Luizanın başına gələn hadisədən sonra detektivlər bu məsələni araşdırmağa başlayırlar. Məlum olur ki, zəng Florida ştatının Panama City şəhərindən edilib. Naməlum şəxs taksofondan zəng etmişdi. Telefon kartını isə Walmart mağazasından almışdı. Detektivlər kartın alınma vaxtını müəyyən edirlər. Sonra isə həmin vaxtda marketin müşahidə kamerasının qeydə aldığı görüntülərə baxırlar. Bir nəfər aldığı telefon kartını kassa stolunun üstünə qoyur. Bu 35-40 yaşlarında. Gözünə qara eynək taxmış bığlı bir kişi idi. Onun əynində xüsusi geyim vardı. Bu cür formanı adətən həbsxana nəzarətçiləri geyinərdi. Detektivlər onun şəxsiyyətini təyin edirlər. Bu 38 yaşlı David Stewart idi. O ailəli idi və 5 uşağı vardı. David həbsxanalardan birində nəzarətçi işləyirdi. Onun evində axtarış aparan polislər telefon kartı tapırlar. Həmin kartdan son bir il ərzində 9 restorana zəng edilmişdi. Amma Luizanın işlədiyi restorana zəng olunduğu kart tapılmır. David həbs olunur. O təqsirini boynuna almır. 2 il davam edən məhkəmə prosesi 2006-cı ildə bitir. Hakimin çıxardığı qərar hamını heyrətə gətirir. David azadlığa buraxılır. Buna səbəb onun təqsirini sübut edəcək dəlillərin olmaması idi. Belə ki, Davidin evindən tapılan kartdan McDonald's restoranına zəng olunmamışdı. Donnaya 1 il şərti azadlıqdan məhrum edilmə cəzası verilir. O işlədiyi restorandan qovulur. Donna sonradan McDonald's restoranını məhkəməyə verir və 50 milyon dollar təzminat tələb edir. O, rəhbərliyi vaxtında saxta telefon zəngləri barədə onu xəbərdarlıq etməməkdə ittiham edir. Nəticədə Donna McDonald's-dan 1 milyon 100 min dollar məbləğində təzminat alır. O nişanlısı Walter'dan ayrılır. Walter isə 5 il müddətinə azadlıqdan məhrum edilir. Bu hadisədən sonra Luizada panik atak, yuxusuzluq və dəhşətli yuxu görmələri başlayır. O uzun müddət dərman müalicələri alır. Luiza McDonald's restoranını məhkəməyə verir və 6 milyon 100 min dollar məbləğində kompensasiya almağa nail olur. 2011-ci ildə o Jason adlı şəxslə ailə qurur və bu evlilikdən onun 2 övladı var.